Dünya təcrübəsində tələbələrin ictimai nəqliyyatdan yarı qiymətə yararlandığı, pensiyaçıların isə tamamilə ödənişsiz səyahət etdiyi modellər artıq uzun illərdə uğurla tətbiq olunur. Bizdə isə bu mövzu hər gediş haqqı dəyişikliyində yenidən gündəmə gəlir. Sərnişinlərin əsas gözləntisi büdcəyə qənaət edən aylıq biletlər və güzəştli kartlardır. Bəs bu arzunun reallaşması üçün rəsmi qurumlar çıxış yolunu nədə görürlər? Nə qədər xərciniz çıxır ictimai bir gün ərzində? Olur 3 manat, 3 manat. Aylıq ödəniş olsa yenə də maaş alan ödəyər, arxain olar da hardasa. Tələbələr üçün də yaxşı olar, güzəştli olsa. Bakı şəhərində ictimai nəqliyyatda güzəştlər yenidən gündəmdədir. Tələbələr, pensiyaçılar və gündə bir neçə dəfə nəqliyyatdan istifadə edənlər üçün tarif siyasəti dəyişə bilərmi? Nəqliyyat istiqamətində vahid illik və aylıq biletlərin müəyyən olunması çox vacib şərtlərdən biridir. Bu, ənənəvi ödənişlərin müəyyən qədər, belə deyək ki, güzəştli hissəsini təmin edir və daimi müştəri bazasının yaranmasına xidmət edir. Eyni zamanda əhalinin daha çox ictimai nəqliyyatdan istifadə etməsinə təşviq edir. Ekspertlərin fikrincə dünya təcrübəsində tələbələr və pensiyaçılar üçün diferensial tariflər, eləcə də transfer gedişlərdə endirimlər geniş tətbiq olunur. Məsəl üçün, qonşu Türkiyədə çox geniş tətbiq olunur. Tələbələr üçün haradasa böyük bir güzəştlər var. 50%-ə yaxın az qala müəyyən şəhərlərdə güzəştlər var. Pensiyaçılar ümumiyyətlə ödənişsizdir. Məsələn, qonşu Türkiyədə pensiya yaşına çatmış adam ictimai nəqliyyatdan pulsuz ödənişsiz istifadə edir. Güzəştlər tətbiq eləmək üçün xeyli işlər görülməlidir, texnik işlər görülməlidir, iqtisadi əsaslandırmalar olmalıdır. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü millət vəkili Aydın Hüseynov deyir ki, güzəştlərin tətbiqi üçün ilk növbədə ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçid olmalıdır. Nağdsız ödəniş sisteminin tamamilə keçiddən sonra bunları həyata keçirmək mümkündür. Digər tərəfdən isə daşıyıcılara çatasız subsidiya müəyyənləşməlidir və əlbəttə buna görə bu maliyyə vəsait olduğu üçün müvafiq dövlət qurumları bu zərərin müəyyənləşdirməsini dəqiq hesablamalıdır. Və bundan sonra isə ictimai nəqliyyatda tələbələrin, təqaüdçülərin və sonra isə digər də kateqoriyaların pulsuz gediş-gəlişini təmin etmək mümkündür. Məsələ ilə bağlı aynadan bildirildi ki, aidiyyatı dövlət qurumları tərəfindən daşıyıcılarla bağlanan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri və daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması, ödənilməsi qaydası təsdiq edildikdən sonra brutto müqavilə sisteminin tətbiqinə başlanılacaq. Bu müqavilə həm də ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçid nəzərdə tutur. Güzəşt məsələsinə də yalnız bundan sonra baxıla bilər. Maya Sabir qızı Zeynal Zeynalov, İTV Xəbər.